İngilis dilində cümlə qurmaq çox sadədir. Sadəcə bir qayda var və onu yadda saxlamaq kifayətdir. Əvvəlcə kimdən danışdığını deyirsən, sonra nə etdiyini, daha sonra nəyi, harada, nə vaxt etdiyini əlavə edirsən. Yəni sıralama kim, nə edir və nəyi, harada, necə. Necə? Məsələn, deyirik ki, mən çay içirəm. Burada mən, kim, mən, ay. Daha sonra çay nə edir? Çay içir. Drink, içmək. Nəyi içir? Çayı içir. Tea. I drink tea. Mən çay içirəm. Məsələn, o axşam evdə telefonla oynayır. Burada əvvəlcə kim, o, he. Axşam, nə vaxt? Sonda gələcək vaxt və zamanlar əsasən sonda işlənir ingilis dilində. Deməli, o axşam evdə telefonla oynayır. He, o. Nə edir? Oynayır. Plays. Nədə oynayır? Nə ilə oynayır? Telefonla oynayır. On his phone. Harda oynayır? At home. Son olaraq nə vaxt? Axşam. In the evening. Yəni bu qədər. İngiliscə sözlərin yerlərini dəyişmək olmur, amma Azərbaycanca dəyişmək olur. Ona görə də əvvəlcə kim, sonra iş gəlir, nə edilir, axırda isə sonda ardıcıllıq, harada, nə vaxt edildiyi yazılır. Bu qaydanı bilsə ingilis dilində cümlə qurmaq çox asan olacaq. Bu qədər. Daha çoxu üçün WhatsApp kanalımıza qoşulub yararlana bilərsiniz.